Allah Teala'nı Allah'a xas olan işlərində, rububiyyətində, uluhiyyətində və ad və sifətlərində təkləşdirməkdir. Və tövhidin 3 növü var. Rububiyyət tövhidi, uluhiyyət tövhidi və həmçinin ad və sifətlər tövhididir. Tövhidin 3 növü var. Rububiyyət tövhidi, uluhiyyət tövhidi, ibadət tövhidi də deyilir həmçinin buna və həmçinin ad və sifətlər tövhidi. Rububiyyət tövhidinin tərifində keçir ki, Allah Teala'nı yaratmaq, mülk, idarəçilik və həmçinin Allah Teala'nın özünə aid olan işlərində təkləşdirməkdir. Yəni insana etiqad etməsi ki, yəni yaradan tək olan Allahdır, mülk tək olan Allaha aiddir, idarə etmək tək olan Allaha aiddir. Yəni insanın bunu etiqad etməsi rububiyyət tövhidini qəbul etməsi deməkdir. Amma uluhiyyət tövhidi isə İfradullah Teala bil ibadə, ibadətdə Allahı təkləşdirməkdir. Yəni insan öz əməllərində etdiyi ibadətində Allaha təkləşdirməsidir. Yəni yalnız onu şəriki olmayan tək olan Allaha yönəltməsidir və o ibadətdə məxluqun kimliyindən asılı olmayaraq heç kəsin payının olmamasıdır. Və üçüncü qism isə ad və sifətlər tövhididir. Üçüncü qism ad və sifətlər tövhididir. Və ad və sifətlər tövhidinin tərifində keçir ki, Allah Teala'nı özünü adlandırdığı və özünü vəsf etdiyi sifətlərlə, adlarla təkləşdirməkdir. Və həmçinin sünnədə Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə hansı adları Allaha verir və hansı vəsfləri veribsə və onu isbat etməkdir. Yəni Allaha isbat etmək, nəyi nəfi edibsə, inkar edibsə onu inkar etmək, təhrif etmədən, bu şərtlərlə təhrif etmədən, yozmadan və inkar etmədən və həmçinin keyfiyyətinə varmadan və bənzətmədən. Yəni Allah Teala'nın ad və sifətlərini olduğu kimi isbat edir, təhrif etmirik, yozmuruq, inkar etmirik və həmçinin necəliyinə varmadan və bənzətmədən isbat edirik. Yəni əməllərin qəbulu yalnız tövhidlə olur. Tövhid olmasa əməllər qəbul olmur və biz də yaradılmışıq ki, Allah Teala'nı ibadətdə təkləşdirək və həmçinin cənnətə yalnız muvahhid daxil olacaqdır. Allahı ibadətdə təkləşdirən, yəni Allaha şərik qoşan yox, Allahı təkləşdirən, tövhid əhli olan kimsə daxil olacaqdır və həmçinin tövhid bütün peyğəmbərlərin dəvətidir.